Salam əziz dostlar, mən Hadiyeva Ruqaya, Dron Uçuş İdarəçiliyi və Kodlaşdırılması dərnəyinin üzvüyəm. Bu gün sizə Mission Pad-lər haqqında məlumat verəcəyəm. Mission Pad-lər DJI Teleaudio və RoboMaster TT kimi proqramlana bilən təhsil dronlarında istifadə olunan yüksək kontrastlı hədəflərdir. Mission Pad-lər 4 ədəd 2 tərəfli olmaqla 8 fərqli aydın nömrəsinə malikdirlər. Hər bir Mission Pad-in üzərində raket, aydın nömrəsi və planetlər vardır. Raket Mission Pad-in istiqamətini müəyyən edir. Aydın nömrəsi, gördüyünüz aydın nömrəsi 2 nömrəli Mission Pad-a aiddir. Mission Pad-lər bir-birlərindən aydın nömrələrinə görə fərqlənirlər. Planetlər, Drone Mission Pad-in üzərinə gəldikdə, dronun arxa kamerası planetlər vasitəsilə Mission Pad-in yerini müəyyən edə bilir, aydın nömrəsini tanıyır və yazılan kodlara əsasən verilmiş əmrləri yerinə yetirə bilir. Mission Pad-in istiqaməti X, Z və Y oxlarına əsasən müəyyən edilə bilir. X iləri hərəkəti göstərir, Z hündürlüyü Y isə sola hərəkəti göstərir. X-in qiyməti mənfi olduqda dron geri hərəkət edir, Y-in qiyməti mənfi olduqda isə dron sağa hərəkət edir. Mission Pad-i DroneBlocks, Teleaudio, Stretch və Python vasitəsilə kodlamaq mümkündür. Burada isə bir neçə kod nümunələri vardır. Mission Pad-in üstünlükləri, dəqiq mövqe təyini, Mission Pad-in üzərində olan aydın nömrələri və planetlər vasitəsilə dron Mission Pad-in yerini müəyyən edə bilir və öz mövqeyini Mission Pad-in olan məsafəsinə görə təyin edə bilir. Beləliklə, dron yerini daha dəqiq müəyyən edə bilir. Avtomatik uçuş, Mission Pad drona əvvəlcədən proqramlaşdırılmış tapşırıqları yerinə yetirməsinə kömək edir. Dəqiq eniş, Drone Mission Pad-in mərkəzini tanıyır və eniş istiqamətini müəyyən edir. Beləliklə, enmə zamanı səhvliklər azalır və dron daha təhlükəsiz şəkildə yenir. GPS-siz işləmə, qapalı məkanlarda GPS siqnalları zəif olur və ya ümumiyyətlə heç olmur. Belə hallarda dron istiqamətini Mission Pad-a görə müəyyən edir. Dəqiqliyi artırır, dron istiqamətini, hündürlüyünü və mövqeyini Mission Pad-a görə təyin edə bilir. Bu qədər əziz dostlar, ümid edirəm Mission Pad haqqında öyrəndiklərimi sizlərlə bölüşə bildim. Diqqətiniz üçün təşəkkürlər, sağ olun.